YouTube kanalımıza xoş gəlmisiniz, özü də çox xoş gəlmisiniz. Niyə? Çünki bu rubrikamızda isə F30-u başqa bir dizayna yığmağa hazırlaşırıq və bilirəm ki, hamınız MTEK, M3-ə yığılma falan hamısını görmüsünüz. Biz isə bugün F30-u tam başqa bir görkəmə çıxartmaq istəyirik və sözü uzatmaq istəmirəm, karbon tuningdəyik və gedib paketinə tanış olaq. Gəl. Qaqa, bu cili kimindir? Oyda. Deməli, burada F30'umuz buradadır. Nicatın maşınıdır. Bütün primerkaları hamısı Nicatın maşını üzərində aparırıq. Nə bilim, hər şey. Amma gəlin indi içəri. Burada isə dediyimiz paket buradadır. Yəni, gördüyünüz kimi bu paketin ölçüsü, qabaq buferin ölçüsü belə deyək. Yəni, normalda M3 buferlərdə bu bura kimi olur. Və bu isə tam paketə uyğun yığılır və uzundur. Görürsünüz ki, paket uzundur. Sonra isə fendelləri var, patnoşkası var, arxa buferi başqa bir aləmdir, egzozu oradadır. Gəlin söhbəti uzatmayaq, topa buraxın, pənah çəksin detalları, axırda tam hazır vəziyyətdə söhbət eləyək. Pənah, top səndədir. F30 proyektin ikinci günündəyik və proyekt bitib və biz maşına incələmə işlərini aparanda gördük ki, burada həqiqətən də sözün əsl mənasında çox gözəl bir 92 gəldi və maşının üzərində bəzi işlər görüblər ki, həqiqətən çox xoşuma gəldi və sizlərlə də bölüşmək istəyirəm. Maşının ön lipi isə karbonda çox gözəl bir görünüş verib maşına və bax, ən sevdiyim şey bu oldu. Qara eləməyiblər. O detal orada olmalıdır. BMW-nin burnunu bu gözlərlə bitişdirən bu xrom detallardır. Hə, haçansa sən maşını Krug 100 plonka vurdun, maşını Krug Black Edition yığdınsa, hə, orada hardasa necəsə eləmək olar. Mən belə düşünürəm, yəni. Maşınımızdakı gördüyünüz kimi çox gözəldir. Üstü açılan, sezonu gəlir. Spoilerimiz hardadır? Buradadır. Biz maşını incələməsinə aparanda F30'u, qardaş yaxınlaşdı, qəşən bura. Bax, görürsünüz. Çox gözəl bir spoiler seçdi öz maşınına və mövzu budur ki, spoileri hələ skotsuz yapışdırmamışıq, eləməmişik, çotkidə oturub öz yerinə. Yəni, bu maşın üçün, bu görünüşünə görə, lipinə görə bu spoiler lazım idi. Bu maşını da indi maşın sahibindən xahiş eləyəcəyik ki, ekskluziv, individual bir çəkiliş bu maşın üçün eləyək. Çünki çox gözüm tutdu bu maşını. 92'mizi yola saldıq. Getdi, gəlirik F30'umuzun yanına ki, bu maşın üzərində gördüyünüz bu body kit hal-hazırda qurraşdırılıb. Amma tam qurraşdırılmayıb. Yəni, bu fendelləri deşib qırılıb qoymamışıq. Sadəcə olaraq istədik ki, bu maşını, bu body kitinə
assemble eləyək ki, siz baxasınız, görəsiniz bu maşın necə görünə bilər. Okey, M3 paket, MTEK paket, hamısı gözəldir, sözüm yox. Amma bu gördüyünüz paketdə artıq görürsünüz ki, maşına fərqli bir görünüş verib. Və bu görünüşdə həqiqətən şəhərdə ehtiyac var. Məsəl üçün, bu gördüyünüz karbon kapot, yəni inşallah ki, pənah detalları istədiyim kimi verib və əminəm ki, verib. Bir çox karbon kapotları alanda bunlar dalğalı olur. O da mövzu hardan qaynaqlanır? Mövzu kleydən gedir. Və Kənanın seçdiyi karbon detallar çox gözəldir. İndi Zazordan söhbət eləmək istəsək, bu maşın elə-belə yığılıb, yəni hazırdır. Yəni tam bu maşını əyləri biz yığmaq istəsəydik, təbii olaraq ki, belə durmazdı. Amma yenə də elə-belə bu paketi qoymuşuqsa üstünə, Zazorumuzun vəziyyəti budur. Yəni bu krılonu görürsünüz burada. Yəni prosto qoymuşuq bura. Və üstəlik, yenə dediyim kimi, bu qabaq buferdə gördüyünüz kimi uzundur. Və karbon detallar da bunun üzərində olur. İndi abilçovkam yox idi, qoşa xət qoyum. Öz Zavatsko MTEK-in qoymuşam ki, yəni görünüşümüz çox da pozulmasın. Qabaq görünüşü budur. Maşın həqiqətən kobra kimi görsənir. Bu dəqiqə maşın kobra kimi görsənir və çox xoşuma gəldi. Bəli, yarasa güzgü bu dəqiqə buna və buna yaraşır. Tamamlayır. Və yanlarda isə padnoşkanın lipləri var. Padnoşkanın lipi də tam karbondur, öz üzərində qurlaşdırılır və idealda görsənir. Burada da arxa krılonun və qapının fenderi də heç əziyyət çəkmədən hazır üstünə qoymuşuq. Yenə deyirəm, 3M-lə yapışdırmışıq. Bunları bərkitmək istəsəydim, onları gəlib deşib və botları bağlayardıq üstünə. Və burada bir mövzu var indi. İndi görürsünüz, indi disk mövzusuna getmədim. Niyə? Çünki indi bu fitmenti tutmaq üçün mən məcbur idim diski dəyişim, təkəri dəyişim, hətta spacer lazım olacaqdı ki, onlara getmədim. Yəni, sadəcə o istədim bu görüntünü sizə verim. Əgər disk təkərin fitmentini versəydim, buradakı boşluq əslində görsənməməlidir bura. Fitmentdə. Bura görsənməməlidir ki, hələ o vəziyyətə gəlmədim. Artıq bu işi bilənlər başa düşdülər ki, mən nəyi deyirəm. Və fitmentin də belə deyək də, fərqli növləri var, zövqləri fərqlidir. Kiməsə krılonun içinə girir, kimsə krılonu gətirir, diskin üstünə qoyur. Yəni, bunlar tamamilə fərqli şeylərdir. Sonra isə gəlir maşının arxa hissəsinə ki, məndən aldı bu maşının arxa hissəsi. Burada isə bir dənə spoiler var. Məsələ bu deyir, bunları body kitinə alsınız. Bunları təkdə də alıb maşının üzərindən qurlaşdıra bilərsiniz bu spoilerləri. Bax, görürsünüz, spoilerin özü buradadır, karbon. Digər yarasalardan fərqli olaraq belə lapatka kimi gəlməyib, tam akurat öz yerindədir və burada da krılonun üstündə də bir dənə yüngül əlavəsi var ki, tamamlayır, paketi tamamlayır. Və sonra isə burada da maşının arxa hissəsində, yenə də buferdə çox maraqlı fərqlilik var, dəyişiklik var. Düzdür, indi burada egzozların başlığı boş görsənir. Amma siz təsəvvür edə bilirsiniz ki, o başlıqlar orada olanda maşın necə görsənəcək. Mənim çox xoşum gəldi. Hətta bu maşına əlavə liplər də qoşmağa ehtiyac yoxdur. Yenə də Zazordan söhbət eləmək istəsək, sadəcə olaraq maşın üzərinə qoymuşuq. Amma maşın görüntüsü budur. Və lavaş paketlərdən deyil. Yəni, onu izah eləmək istəyirəm sizə. Maşının yan krıloları, krılonun fenderinə baxsaq, burada da belə bir tərzdə var. Görürsünüz, tam tərzi fərqlidir. Tutalım ki, bu maşın tam rənglənsin, distəkər falan hər şey üstünə qoyulandan sonra siz bu qazanlardan da istifadə eləyə biləcəksiniz. Bu qazanlar isə səs dizeyvelinə qədər titaniumdur. Sonra isə görürsünüz, burada klapanları var. Bunun üzərində siz maşınınızın səsini tənzimləyə bilərsiniz egzozda. Məsəl üçün, bir dənə burada göstərim. Burada gördüyünüz kimi Galinwagen, yəni G-klasın qazanlarıdır. Görürsünüz ki, onlar da həmçinin səslərini tənzimləyə bilərsiniz. Amma indi mən istəyirəm artıq mikrofonu Kənana verim və Kənana bir neçə sualım var. Kənan o sualları cavablandırsın ki, rahatçılığımız olsun. İlk növbədə sualım budur. Bu paket, niyə bu paket? Ki, bu paketin materialı nədən ibarətdir? Üçüncüsü isə, mən maşınımı niyə belə yığmalıyam? Mən özümə görə cavabım var, amma Kənanın özündən də dinləmək istəyirəm, eşitmək istəyirəm. Və
Paketlər ümumiyyətlə nə ilə fərqlənirlər? Artıq mikrofon Kənanda olacaq. Deməli sizə nəyi vurğulayım? Bu gördüyünüz paketin adı Prior Design paketdir. Buna PD Style də deyirlər. Yəni axtarış verəndə bu adla da axtara bilərsiniz. Paketin materialı FRP-dir. Gördüyünüz bu qara boz rəngdə olan hissə. Yarı karbon sayılır, half karbondur ki, ətəklərində, ön bamperində və arxa bamperinin aşağı hissələrində diffuzor dediyiniz o nahiyədə gördüyünüz detallar karbonu əks etdirir. Paket ümumiyyətlə tam full karbon kimi də sifariş verə bilərsiniz, əldə edə bilərsiniz və bu gördüyünüz yarı karbon formasında da əldə edə bilərsiniz. Sizə əlavə olaraq nə edeyim? Ümumiyyətlə paketlər, yəni body kitlər iki cür formada istehsal olunur dizayn şirkətləri tərəfindən. Wide dediyimiz bu cür genişləndirilmiş, yəni geniş, enli. Bir də zavod istehsal avtomobilinin öz yerinə uyğun, yəni geniş olmayan standart formada istehsal olunur. Standart ölçüdə istehsal olunan body kitlər görünüş gözəlliyinə görə, aerodinamikasına görə wide body kitlərdən biraz geridə qalır. Sadəcə wide body kitlər daha baha olduğuna görə və onları quraşdırdıqdan sonra müəyyən ölkələrdə o ölkələrin konstitusiyası, qanunları bu şeylərə zidd olduğuna görə çox insanlar bu cür hərəkətləri etməkdən, bu kitləri almaqdan çəkinirlər. Bu gördüyünüz karbon hissələr twill dizgilərdir. Məsələn, hansısa bir F30 sahibi paketə uyğun olaraq, öz zövqünə uyğun olaraq 6 çeşiddə fərqli dizayn olunmuş mühərrik örtüyü, kapot seçə bilər. Eləcə də həm paketin, həm arxa baqajın, karbon baqajın, həm paketin özünün və deməli mühərrik örtüyünün cizgilərini forget, plain, honeycomb kimi fərqli cizgilərdə seçə bilər. Həmçinin zövqünə uyğun olaraq fərqli rənglərdə seçə bilər. Superkarlarda əksərən müşahidə olunan və istifadə olunan quru dry karbon deyirlər buna. Yəni quru karbon materialından da istifadə edə bilərlər ki, hansı ki onlar çəki cəhətdən də daha və dayanıqlıq cəhətdən də gördüyünüz vet karbondan daha üstündür. Amma burada bir əmma var, əmma böyükdür. Böyük əmma ondan ibarətdir ki, quru karbonla təchiz olunmuş modifikasiya hissələri, yəni sırf gördüyümüz bu body kit hissələri həddindən artıq baha olur. Əksər hallarda avtomobilin öz qiymətindən də baha olur. Ona görə də dünya bazarında, nəinki bizim ölkəmizdə, dünya bazarında bu cür bahalı hissələrin alış faizi olduqca aşağıdır. Mütləq şəkildə offseti, yəni ET, mərkəzi daha daxilə doğru yönəlmiş disklərdən istifadə olunması şərtdir və siz fərqli dizayn olunmuş, fərqli materiallardan hazırlanmış büdcəvizə və zövqünüzə uyğun diskləri də bizdən sifariş edə bilərsiniz. Əlavə olaraq nə deyim? Əgər tutalım ki, bu wide body kit dünya bazarında satışdadır, lakin kimsə wide body kit kimi deyil, öz avtomobilinə, yəni zavod istehsal avtomobilinin keçmə yerlərinə uyğun, yəni enli olmayan, amma bu dizaynda bir ön arxa bamper və yaxud da yanlar, fərqli hissələr istəyirsə, çəkinmədən bizə müraciət edə bilər. Minnətdaram gəldiyiniz üçün, çəkiş apardığınız üçün. Əlavə suallarınızı çəkinmədən ünvanlaya bilərsiniz. Fikirlərinizi bizlə bölüşə bilərsiniz. Əziz və dəyərli izləyicilərim, xahiş edirəm kanala abunə olun, like edin, dostlarınızla bölüşün. Kənanla birlikdə maarifləndirici videolar paylaşacağıq sizinlə. Və bunu demək istəyirəm ki, Kənanla bizim fikirlərimiz çox uyğunlaşır və üst-üstə gəlir. Artıq bu yolda tək deyiləm, belə düşünürəm və buna çox sevinirəm. Çünki bu yolda çox tək müzadilələr verdim. Azelov söhbəti olsun, lavaş paket olsun, nə bilim ucuz PPF söhbəti olsun, min dənə şeylərdə tək idim. Artıq 2 nəfər olduq və buradan da bunu qeyd eləmək istəyirəm ki, bu videoda mən tərcihim budur ki, Kənan kimi bir insana yanında durun və dəstək olaq birlikdə maarifləndirici bir videolar çəkək. Kim bəzi dəxlisiz adamlarla birlikdə video çəkməyimə. Yəni, bir çox mövzular var, o haqda danışmaq istəmirəm. Amma lazım gəlsə,
çox uyğun bir gündə, uyğun bir rubrikada bu barədə danışacağam. Sən də maşınının vəziyyəti budur. Belə də ki, yaxşı eləmişəm. Hə. Sən bilmirdin məndən bu yola çıxanda doğrayarıq da, yığarıq da, düzəllərik də. Nə olar? Hə. Gördün, GTS-in səsini gördün. Varaqraq belə eləyir. Maşın 2-3 gün burada olacaq, showroomda olacaq. Gəlib tanış ola bilərsiniz, baxa bilərsiniz. Qiymətlə bağlı fikir bildirmək istəmirəm burada. Çünki düşüncə sahibi olan da baxır bu videoya və düşüncəsiz insanlar da baxır bu videoya. Ümid edirəm ki, sözüm pis təsir eləməsin. Sadəcə olaraq bu body kit və bu carbon tuning mövzusu bir brilyantdır ki, hər barmağa, hər üzüyə taxılmır. Ona görə də mən bu rubrikanı paylaşdım. İstəyənlər, başa düşənlər, çotki sürənlər ünvanı bildilər.